Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha 16 şəhid dəfn olunacaq. Bu barədə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Məlumata görə itkin şəhidlərin hamısı hərbiçilər olub. Onlar Quliyev Abdullah Novruzoğlu, Şahhüseynov Lətif Qəribaloğlu, Şahmurov Mübariz Ağahüseynoğlu, Abbasov Rafael Sultanoğlu, Mehdiyev İlham İmdadoğlu, Əliyev Əliyar Fərrixoğlu, Bayramov Azər Zirəddinoğlu, Quliyev Elçin Balaxanoğlu, Əzizov Fikrət Abbasoğlu, Rəhimov Cəmil Nizamioğlu, Nuriyev Aydın Nərmanoğlu, Hüseynov Çingiz Usuboğlu, Qəmbərov Səfər Qarsalanoğlu, Əliyev Mikail Atababaoğlu, Allahverdiyev Teymur Qüdrətoğlu və Heydərov Elçin Ağammədoğludur. İtkin şəhidlər oktyabrın 28-i, 29-u, 30-u və 31-də Bakı və regionlarda dəfn olunacaqlar.